Və bəziləri deyirlər ki, indi vətəndaşlar gərək özləri bu evləri bərpa eləsinlər, gərək sığortalasınlar. Əlbəttə gərək sığortalasınlar. Mən də söz düşmüşkən bunu deməliyəm. O cümlədən ticarət obyektləri, onların hər biri sığortalanmalıdır. Ki, sabah bədbaxt hadisə baş verəndə, yanğın baş verəndə geçsin, müraciət eləsin sığorta şirkətinə. Yoxsa ki, yanğın baş verir, günahkar da özüdür, sonra da gəlirlər, deyirlər ki, dövlət bunun pulunu versin. Hansı ölkədə belə şey var? Hansı ölkədə dövlət özəl sahibkara hansısa bədbaxt hadisəyə görə təzminat ödəyir? Heç bir yerdə elə şey yoxdur. Hərə gedir, sığortalayır öz əmlakını, öz mülkünü. Ondan sonra da bədbaxt hadisə baş verəndə sığorta şirkəti gəlir onun pulunu verir. Vəssalam. Bizdə də elə olmalıdır. Mən bunu özəl şirkətlərə aid edirəm, ticarət obyektlərinə aid edirəm və xəbərdarlıq edirəm ki, əgər hardasa daşqın nəticəsində, yanğın nəticəsində nəsə yanır, batır, dövlətdən dəstək almaq ümid etmək lazım deyil.